Çox az qalmışdı, lap bir cıqqan ki, Lex Bakıya gəlsin. Çempionlar Liqasında Sabahla oynamaq üçün. Ancaq Aarhus bilirsən nə dedi? Danimarka klubu. Hara gedir sənə? Buraxmadı. Qırğın gedirdi, qırğın. Mən deyəndə ki, qardaşlar, tələsməyin. Hara tələsirsiniz? Nə olsun birinci oyunu Lex səfərdə Danimarkada 4-1 hesablı qələbə qazanıb. Bunun cavab oyunu da var. Danimarkalılara nə lazım idi? 3 gol 90 dəqiqə həll elədilər. Birinci 15 dəqiqədə həriyə bir gol vurdular. Oldu neçə? 1-4. Birinci oyunda da 1-4 olmuşdu. Ona görə getdilər penaltilər seriyasına. Orada daha yaxşı oynayan, 11 metrlik cərimə zərbələrin daha dəqiq yerinə yetirən Danimarkalılar keçdilər Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə və Sabahımıza rəqib oldular. Sən fikirlərini yaz gəlsin. Sabahın Danimarka klubu ilə oyunlarından nə gözləyirsən? Bir-iki dənə transfer xəbərdə deyim. Zirədən ayrılan milli komandamızın üzvü var idi, Anatoliy Nuriyev. Getdi Macaristan çempionatına. Kişvarda klubu ilə müqavilə bağladı. Ramil Şeydayev Qarabağdan ayrılmamışdı. Klubu yox idi. Qayıdıb Rusiyaya. Ramil bu yaxınlarda Rusiyada Soçi klubu ilə müqavilə imzalayacaq. Buna dedim ki, ondan da xəbərin olsun. Değerli izleyiciler, bildiğiniz kimi Mirəli balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.